Salam, sənin səsinə baxırsınız. Göyçayın Çərəkə kənd sakini Vəli Əhmədov 4 az yaşlı uşağın atasıdır. Deyir ki, nə ünvanlı sosial yardım alır, nə də uşaq pulu verilir. Bu isə ailənin maddi vəziyyətini daha da çətinləşdirir. Yeni Azərbaycan Partiyasının üzvüyəm, zibil yığıb 350 manat maaş alıram. Onun da 220 manatını kredit verirəm və 8 nəfərlik ailəyə baxmaq məcburiyyətindəyəm deyə o bildirir. 16 yaşına kimi gəlib uşağı axtaran yoxdur, 18 yaşından sonra dövlət axtarır. 16 yaşına kimi uşaq necə oldu, nə tərbiyə, nə yolla oldu, o barədə heç bir köməklik dövlətdən olunmur. Mən buradan xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev cənablarına. Xahiş edirəm ki, bu bizim də, mənim də övladlarımın haqqıdır ki, bu Azərbaycan Respublikasında bir vətəndaş kimi, bir normal bir uşaq kimi vətənə böyüməyə, böyüsün bir. Mən indi gedib elə bir hardasa, indi verib də Allah verib, gələcəyin əskərdir. Yağın ki, o 4 dənə uşağın məsəl üçün vətənə ziyanı olmaz. Yağın ki, belə vətənə xeyir olacaq da, vaxtında əskərdir, gedəcək, vətəni qoruyacaq. Mən indi bunu dilənib, ondan bundan 1 manat belə saxlamaq da yəni söz yoxdur, mən onu saxlayacağım. Amma 18 yaşına çatanda dövlət onu axtarır. Mən xahiş edirəm ki, dövlət onu axtardığı kimi də indi də balacalığından köməklik göstərsə, yəni bu uşaqları böyüdərəm. Nə ünvanlı sosial yardım vermir mənə. Bugünkü günü dövlətdən mən heç bir yerdən gəlirim yoxdur. Nə mənə dövlət ünvanlı sosial yardım vermir, nə uşaq pulu almıram, nə mənə heç bir qurum tərəfdən köməklik olunmur. Dəfələrlə də müraciət edirəm, poçt vasitəsilə Cənab Prezidentin ünvanına məktublar yazıram. O məktublar çatmır. Gmail-lə yazılan məktubları bloka salıblar, gedib çatmır. Nə bilim, deyirlər filancı. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Özüm də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Cənab İlham Əliyevi də dəstəkləyirəm. Həmişə də Cənab İlham Əliyevin bir vətəndaş olaraq seçiciyəm. Səs də vermişik ailəmizdə. 8 baş ailəyik, heç bir yerdən gəlirimiz yoxdur. Heç bir yerdən bizim evə gəlir, pensiya, sosial yardım alan yoxdur. Tək mənəm, işləyirəm, gedirəm. Hambal işləyirəm, zibil yığıram, kompozda zibil yığıram. 350 manat maaş alıram, onunla 220 manatın kredit ödəyirəm, onunla da 8 baş ailəyə baxıram. Xaçmaz sakini Qüdrət Hidayətov ünvanlı sosial yardıma müraciət edib və bildirir ki, ona dəfələrlə əsassız rədd cavabı gəlir. Bəs siz 1 il boyunca vergi ödəməmişsiniz. Ancaq mən 2 il ardıcıl olaraq torpaq üzərindən vergi ödəyirəm. Sadəcə olaraq 9 ay bundan əvvəl xəstəliyimdən dolayı məndə 1 ay gecikmə olub və bunu da bizə səbəb göstərirlər. Əslində Azərbaycan Respublikasının qanunlarında belə bir şey yoxdur. Bu sadəcə Əmək və Sosial Nazirliyinin özlərinin çıxarmış olduğu, qoymuş olduğu qanunlardır. 142 qaynar xəttinə müraciət edib bu Azərbaycan Respublikasının hansı qanununda və hansı məcəllədə keçdiyini söyləyirik və bizə əsaslı səbəb göstərirlər. İnsan hüquqlarına müraciət edirik, onlara ayrı bir səbəb göstərirlər ki, vətəndaş ailə gəlirlərini düzgün qeyd etməyib, ancaq bizə tamam fərqli bir səbəb göstərirlər. Əslində elə ailələr var ki, 3 ay, 4 ay vergi ödəyicisidirlər, sadəcə olaraq onların işlərini görürlər. Bunun səbəbi ondan ibarətdir ki, bunların, həmin bu ailələrin komissiya üzvləri ilə araları yaxşıdır, onlara hörmət edirlər və çox rahat bir şəkildə də onların işlərini vururlar. Amma bizi kimi insanları incidirlər. Quba sakini Mətanət Ələkbərova az təminatlı və çox uşaqlı ailə olaraq ünvanlı sosial yardım üçün müraciət edir. Amma hər dəfə də ona imtina cavabı gəlir. Deyirlər ki, əmək sosialının vətəndaşları, bunu biz xəbərlərdə də izləyirik. 6 ay ardıcıllıqla vergi ödəyicisi etdikdən sonra ünvanlı sosial yardım müraciət olunur. Həm də çox uşaqlısınızsa heç bir incitilmədən sənədlər doğru olduqda sosial təyin olunur. Amma bu deyilənlərdir. Vətəndaşlarla başqa cür rəftar edirlər, incitirlər bizi. Səbəb də ondan ibarətdir ki, bəzi şəxslərin vasitəsilə komissiya üzvləri arasında danışıqlar aparırlar və onları hörmət edirlər. Onların verdikləri işləri baxmayaraq ki, 4 ay var, 5 ay ödəyicisi var, onların təyinatlarını verirlər. Kimlərin ki, onlarla yaxınlığı yaxud onlara
pul verə bilmirlərsə və onları incitirlər. Bu dərəcəyə gətirib çıxardırlar. Meydan TV-yə şikayət ünvanlayan vətəndaş deyir ki, atası mərhum Ramiz Qaraqurbanlının xəstəlik sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim ediblər ki, onun maaşının bir neçə mislini qanunla ala bilsinlər. Artıq 9-cu aydır ki, vərəsələr bu maaşı ala bilmirlər. Vərəsə olan anamın hesabına köçürülmür. Hər dəfə ötür oyunu oynanılır. Qısaca deyim ki, Elm və Təhsil Nazirliyi, Kadrlar şöbəsi və Mühasibatlıq şöbəsi tərəfindən bu proses uzadılır. Nədənsə neçə aylardır. Bir də artıq son 2 ayda da bu əmək müfəttişliyi tərəfindən məndə belə təəssürat yaranıb ki, bu məsələ uzadılır. Çünki müraciət eləmişəm, dəfələrlə danışmışam, məsləhət almışam, almaq istəmişəm, cəhd eləmişəm və əmək müfəttişliyindən, Təhsil Nazirliyindən məsələnin, problemin həlli yönündə konkret bir addımla bağlı bir məsləhət ala bilməmişəm. Yəni bir istiqamət ki, hörmətli vətəndaş, siz konkret bu istiqamətdə getsəniz, məsələ daha tez həll olunar. Daha hüquqi cəhətdən, vaxt cəhətdən heç olmasa itirdiyimiz vaxtı kompensasiya eləyə bilərik. Deməli, Bakı şəhər Baş Təhsil İdarəsi, Mühasibatlıq şöbəsi, bilməm, onlar rayonlara bölünür, necədir? Bakıxanov qəsəbəsində yerləşən Aygül xanımdır, Sevda Salamovadır, mən bunları bilirəm. Şəxsən danışmışam Aygül xanımla yox, Sevda xanımla. Və o hər dəfə Aygül xanımın üstünə atır bəzi şeyləri ki, xəstədir, işdə deyil, məzuniyyətdədir, oradadır, buradadır, orası ağrıyır, burası ağrıyır. Nə bilim, mən onunla danışarım, sonra siz qərar verərik, belə elə. Yəni, vətəndaş olaraq mən özüm araşdırıb, hər şey nail olmuşam ki, sənin səbəb nə imiş? Bunlar da bir vicdanları sızıldayıb, zəng eləməyiblər, harasa bir məlumat almayıblar ki, bəs vətəndaş bizdən soruşur, bunu məlumat almaq istəyir, belə-belə. Biz də vətəndaşa nə cavab verək deyə belə bir təşəbbüs göstərməyiblər. Göstərsəydilər, bu artıq 9-cu ayda bu ödəniş ödənilmir. Nəysə, artıq mən özüm Bakı şəhər Baş Təhsil İdarəsi və yaxud da Təhsil Nazirliyinin özünə, yəni müraciətlərdən sonra aydın oldu ki, bunların öz səhvi imiş, üzr istəyirik, bəs biz Kadrlar şöbəsi atanızın adını əmək sisteminə daxil etməyib son müqaviləni və ona görə də sistemdə adı görünmür. Adı görünmədiyi üçün də Dövlət Sosial Müdafiə Fondu lazım olan ödənişi atanızın hesabına köçürülə bilmir. Yaxşı, indi bunları kim eləməlidir? Kadrlar şöbəsi deyirlər ki, əməkdaşı işdən azad edilib buna görə. O, lap yaxşı, işdən azad edilib, bu sizin problemi həll elədi. Mənim problemim həll olmadı axı vətəndaş olaraq. Mənim problemim belə açıqda da qaldı. Bu həftəlik bu qədər. Şikayətlərinizi videoya çəkib bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Hələlik.